Əslində çox maraqlı həyatları var. Yəni qış deyək sezonu var və yay sezonu var. Maraqlısı yaydır da. Yayda Sevilya şəhəri çox isti olur. Çox isti olur. Ümumiyyətlə İspaniyada siesta sözü var. Siesta nə deməkdir? Yəni yatmaqdır da, günorta yatmaqdır. Yəni çox maraqlıdır. Yayda belə deyim də mağazadır, hər şey perifləri çox böyükdür. O da nəyə görədir? Çox istilərə görə günorta, yəni Sevilya şəhərində günorta çıxsın, heç adam da görmürsən. Hamı hardasa çörək yeyib 1-2 saat, 1 saat, 2 saat yatırlar, sonra təzədən işə çıxırlar, davam edirlər. Amma saat 12-yə kimi hardasa həyat davam edir. Yəni gecəni çox xoşlayır İspaniya cəmiyyəti.